Daha bir Temu bağlaması ilə qarşınızdayım. Bu dəfə aldıqlarımı sizə göstərim. Elazığ'a belə bir lassini almışam. Bilmirəm, videoların birində demişdim deyəsən. Çox üstünü batırır. Çöldə giyinəndə çox ləkəli görsənməsin deyə. Belə bir şey almışam, amma aça bilmədim. Bir dəqiqə açım. Bunu mən 3-4 yaş aldım. Çünki kommentlərində baxdım, yazmışdılar ki, biraz balaca gəlir. Amma mənə elə gəlir ki, bu Elazığ'a böyük olacaq. Çünki Elazığ biraz xırda uşaqdır. Görək necə olur. Sonra belə bir sırğı almışam özümə. Bunları Reels'də göstərəcəm sizə. Daha sonra Elazığ'a belə don almışam. Buna bayılmışdım. Bunu görən kimi vuruldum. Çox şirindir. Amma düzdür, qızım bunu 2 dəqiqə saxlamayacaq. Amma yenə də almaq istədim. Çünki çox bəyəndim. Belə fırfırlıdır. Giyindirim, baxım görüm əynində necə qalır. Sonra belə bir şey almışam. Bu telefonun arxasına yapışdırmaq üçün. Sonra belə fırfırlı ətək almışam ona. Bunu çox səbirsizliklə gözləyirdim. Görün necə gəlib. Şirinliyinə baxın. Elazığ buna bayılacaq. İndi birazdan əyninə giyindirərəm, sizə də göstərərəm. Ay Allah, çox şirindir. Bu çox gözəldir. Bunu çox bəyəndim. Buna baxın, üstündən də bir dənə ağ tişört alım gərək. Bunu giyindirim, çox bəyəndim. Əladır bu. Bir də belə bir çanta almışam. Bunu fikirləşdim, gələn il yarım günlük Elazığ'ı bağçaya yox, inkişaf mərkəzi kimi bir yer var. Ora qoymaq istəyirəm. Ona çanta almışam. Bunu 4 manata almışam. Çox yaxşı endirmə düşmüşdür. Gözlüyüm sizin indi açım göstərəcəm. Buna baxın, belə bir şey almışam. Kutkası ilə dəst olsun deyə rəngləri. Fikirləşdim, hər şeyini rahat içinə yığaram, aparar. Bugün başqa bir bağlamam da var. O da gəlməlidir. O da gəlsin, sizinlə bölüşəcəm. Hə. Musaka. Yoşun ürəyi getdi yubqadan ötürü. İkinci bağlama da gəldi, çıxdı. Gördüyünüz kimi bu çox böyük bağlamadır. İndi açıq görək nə gəlib. Qəşəng bir dənə yumuşaq dəst sifariş vermişəm. Bu dayım qızınındır. Bunu Elazığ'a sifariş vermişəm. Elazığ bax, akka almışam onu sənə. Bu Elazığ'ındır. İndi açıb göstərərəm sizə. Bu deyəsən Elazığ'ınkidir. Bu benim dayım qızınındır. Bunları açmaq istəmirəm. Çünki hədiyyədir də. İstəyirəm elə paketini səliqəli olsun. Burada qalsın. Rayona gedəndə bunları açanda orada sizə göstərərəm. Bu naskidir. İkisinin arasında böləcəm. Yaxşı, açaq. Bax, nə qəşəngdilər, Eloş. Həyətə düşəndə giyinək. Sonra bu dəst, bu da idman dəstidir. Bu qışlıqdır biraz. Yaz və yaxud payız, nə bilim, qışda giyinə bilər. Bunu da dayım qızını almışam. Haydi. Bu da dayım qızınındır. Bu da dəstir. Bunu da onu almışam. Baxın, bu nədir? Bu mənimdir deyəsən. Bu evdə giyinən pijamalı. Bunu da göstərəcəm sizə. Bu ayaqqabı, bu da dayım qızınındır. Bunu da qoyaq bura. Belə bir qap sifariş vermişəm, amma kutusu əzildi. Deməli, bu özü də əzilib. Belə bir şey, yox, əzilməyib əslində. Belə bir şey almışam. Həm sunumluq kimi istifadə etmək olar, həm də marujna qabı kimi istifadə etmək olar. Bu aralar bu moddadır. Bir dənə almaq istədim. Don almışam, indi bunu da sizə göstərərəm. Bunu da Elazığ almışam. Bu suda üzür. Qızlar, indi bunu sizə çiməndə Elazığ bir dəfə göstərəcəm. Bu çox qəşəng, şirin bir şeydir. Sonra görək nə çıxır. Bax, bu qızlar 100 manatlıq sifariş idi. Görürsünüz, içində çoxdur. Amma əksərən az bir şey alıram. Ayaqqabısını özü giyinib Elazığ. Aferin qızım sənə. Elazığ bizdən xəbərsiz o qədər şey deyə bilir ki, şoka düşmürəm. Aha, bir tane giyinib. İndi bu nədir? Bu desəm bu Elazığ'ınkidir. Baxın, görün nəsə qaldı. Qızım başqa içində. İndi açım hamısını sizə bir-bir göstərəcəm. Qızlar, buna baxın, bunu açdım. Bu dəsti belə yubqalı. Bayıldım. Sifarişlərinin hamısını çox bəyəndim. Ürəyim getdi bu sifarişlər üçün.
bayaq açdığımız bağlamada, bu bağlamada əladır. Bunu almışam Elizaya. Belə bir dəst var. Bu da belə qarı şortlu, biricili səhv etmirəmsə. Bunu deyəsən mən böyük götürmüşəm, yox, 2 yaşdır. Amma qəşəngdir. Bunu həyətə fikirləşirəm, giyindirim ki, batanda da çox bilinməsin. Buna baxın, belə, bu da belə bir şeydir. Əlləri arxaya gedir, üzür. Eliza bax. Sonra qızlar, bu ayaqqabını da açdım sizə göstərmək üçün. Bu Elizaya almışam. Eliza anasına oxşayıb. Mən uşaq vaxtı çox paltar, ayaqqabı çiklərdən olmuşam. İndi qızım da elədi. Böyüyəndən sonra səliqəli olmuşam, amma uşaq vaxtı üstümü çox kirlərdən uşaq olmuşam. Ona görə dəyişinə Elizaya belə bir ayaqqabı götürdüm. Burası da deşiklidir. Fikirləşdim ki, ayağı rahat olar, hava keçirər. Bunları şəhərə falan gedəndə giyinmək üçün əsas aldım. Bir dənə ağ fasonoşkası var. Belə qarışıq. Bir dəfə onu, bir dəfə bunu belə giyinər. Bu ayaqqabını da göstərmişdim. Tam ayağım olub. Biraz böyüdü. Məncə, indi pis deyil, yaxşıdır. Sonra belə naskilər sifariş eləmişəm. Bunlar 1-3 yaş olan naskilərdir. Neçə cütdür burada? 1, 2, 3, 4, 5 cüt. İndi bundan bəzilərini dayım qızına qoyacağım, bəzilərini də Elizaya qoyacağım. Amma bunlar nəsə belə balaca gəldiyi, biraz böyük təsəvvür edirdim. Qızlar, bu don mənim üçündür. Bu materialı çox da belə wow bir şey gözləmirdim onsuz da. Belə şifon kimi belə bilinir ki, super material deyil. Aha, Eliza başına taxdım. Arxası belə rezinlidir, iplidir. Dəniz qırağına falan giyinməyə yaxşı olar. Materialı düzdür, çox bəyənmədim, amma modeli qəşəngdir. Görək əynimdə necə qalacaq. Bu da evdə giyinmək üçün belə bir pijama almışam. Eliza imkan versə göstərəcəm sizə. Hə. Materialı bunun yaxşıdır. Pambıq idi səhv etmirəmsə. Bunları hamısını 120 manat vermişəm bu boyda aldıqlarıma. Şimdi bunları rayona ayıracağım gedəndə götürmək üçün. Bir-iki şey də almışdım. Onları bir pakete yığım. Çünki Eliza bunları açacaq. Aç baba baxsın dişivə. Ailə. Aç. Ha, geniş aç. Korkma. Ha, aç. Düzgün Baba baxsın. Ha, aç. Düzgünlə baxsın baba dişlərə. Aç, geniş aç. Hər tezdən durduq, getdik stomatoloqa. Stomatolog mənim elə öz qaynatamdır. Sağ olsun, getdik onun yanına. Səhər tezdən 2 dişim var idi, onu düzəltdirdik. Ağzım şişə hələ də açılmayıb, ona görə ağzım əyilir. İnşallah axşama toya keçər. Vloglarda görürdünüz, paltar axtarırdım. Şükür toya bir gün qalmış tapdıq. Qara sadə bir don aldım. O birisi donla çox bahaydı. Bunu daha uyğun qiymətdə aldıq. 73 ya da 74 manat aldıq. Səhər tezdən sonra getdik ayaqqabı almağa. Özümə bir dənə ayaqqabı da seçdim, çünki qara ayaqqabım yox idi. Sadə bir şey giyinəcəm, çünki çox yaxın adam deyil. Və indi üzümə maska eləməliyəm, burun bandı eləməliyəm. Artıq saat 4-ün yarısıdır. Mən gördüyünüz kimi bayaq yemək hazırlayırdım.
Kənan geçim ki evdə olacaq. Onlara yemək eləməliyəm. Özüm də hazırlaşmalıyam. Eliza da yatmayıb, bilmirəm. Bu axır vaxtlar yuxuları yaman qarışıb. D vitaminindən ya nədəndir. Yatıra bilmirik. İndi saat 4-ün yarısıdır. Səhər saat 7-də durub hələ də yatmayıb. Buraya gəlmək istəyir, yanıma gəlmək istəyir. Amma mən də artıq hazırlaşmalıyam. Yemək də hazırlamalıydım. Görək necə olur. Deyirəm, makyaj eləyəndə də sizi qoyum qıraqdan mənə baxasınız ki, necə hazırlaşırıq. Deməli, belə birinci saçlarımı yığıram. Üzümü yenə yuyacağım. Yumuşdum, amma yenə yuyuyorum. Amma yenə yuyum. Ağzım əyilib deyə danışa bilmirəm. Dəqiqə gözlüyüm. Önce bundan aldım, indi üzümü yuyum. Bu arada kızlar, mən heç vaxt üzümü dəsmala silmirəm. Həmişə salfetka ilə qurulayıram. İndi çox nəmli qurumadan burun bandını yapışdıraq. Biraz nəmləndirək üstünü yenidən. Çünki bu bandı nəmli buruna etməyə lazımdır. Yavaş danışım, çünki Eliza yatmayıb, qulağı da məndədir. Markanın bandını ilk dəfə istifadə edirəm. Bunu bir mağazadan aldıq Nevşehirdə. Rozmuna girmişdim. 3 dənə belə burun bandını 6 manata satırlar. Yəni çox baha. 28-in o Aptavon yerində daha ucuz olur və Tempo'da var. Orada da ucuzdur. Yəni istəsəz oralardan alın. Eyni şeydir. Yəni marka fərq yoxdur. Görək bu necə çıxacaq. 15 dəqiqə gözlədim. Mənə rahat olsun deyə bütün makyaj əşyalarımı gətirdim mətbəxə. Burada fırçalarımdır, burada bezə əşyalarıdır, burada ten falan. Sonra filmi də gətirdim lazım olar deyə. Axırda da aksesuarlara qərar verərik. Nə tapmışam? İçəridə tez bazar gətirdim ki, sonra götürə bilməyəcəm. Bu temizdən aldıqlarımdır. Bunlar köhnələrimdir. Baxarıq indi nə taxıq. İndi bunların hamısını bura tökəcəm ki, hər şey gözümün qabağında olsun. Makyaj eləmək mənə rahat olsun. Maskamı çıxardıram. 15 dəqiqə üzümdə gözlətdim. İndi qalan hissəsində göstərəm. Dəri yaxşı nəmlənəndə makyaj da insanın üzündə yaxşı qalır. Ona görə hər zaman makyaj eləyəndə dərisi yaxşıca nəmləndirir. Sonra Bobbi Brown'un keçən dəfə göstərmişdim qızlar. Üzrlü sayın ağzım əyilib danışanda bəzi sözlər düzgün deməyə bilərəm, deyə bilmərəm. Bu da nəmləndirmək və makyajı hazırlamaq üçündür. İndi bundan istifadə edəcəm. Çox yaxşıdır, makyajı üzdə çox qəşəng saxlayır. Bundan üzümüzə çəkək. 5 dəqiqə gözləyəcəm ki, dərimə yaxşıca hopsun. Sonra Anastasiyanın bu qaş geli ilə qaşlarımı sabitləyəcəm. Ay Allah, bu nə qalıb belə? Əriyib. Vay vay vay. Su kimi tutdu. Bu niyə belə oldu ki? Görən köranın yoxsa hissədən belə oldu. Neyse, qaşlarımızı sabitləyək. Birinci tərsə darayacağım. Sonra yuxarı qaldıracağım. Sonra Charlotte'dan keçən dəfə göstərdiyim bu parıldadan aydınlatan bir şey istifadə edirəm. Hələ də ağzımın keyik getməyib, özümü qəribə hiss edirəm. Make Up Forever'dan HD Skin toner kremini istifadə edəcəm. Bunu da əlimin üstünə biraz eləyək. Belə baxın, əslində sadə makyaj edirəm, amma sadə makyaj eləyəndə də qəşəng makyaj eləmək istəyirsinizsə, çox məhsuldan və fresh məhsullardan istifadə edin ki, sadə görünəsiniz, çox belə abartı olmasın. Həm də məncə yaxın insanların toyuna adam biraz çox belə abartı makyaj eləməlidir deyir. İndi özüm abartı edəcəm. Qara paltar giymişəm deyə əslində göz makyajımı biraz istəyirəm tünd edeyim. Tünd edeyim, yəni biraz linerlara içini eləyim, amma üz makyajımı istəyirəm sadə eləyim. Biraz boğazımı da vururam ki, çox da ağ görsənməyim, renk tonum şey görsənməsin, fərqli görsənməsin. Birinci gəlin biz kontur edəyək. Konturda dediyim, yəni belə sərt kontur yox, sadəcə birinci krem konturdan keçirəm ki, daha makyaj qalıcı olsun. Bu hissəyə də vuracağım ki, gözlərim biraz çəkik görsənsin. Bu aşağı hissəsində aydınlatacaq ki, gözlərimiz uzun soluk çəkik görsənsin. İşte əliyə. Əliyi bol sürtəcəm və görək nə olur. Əliyə nasıl sürtəm, nə qədər sürtdüm. Zeynep, nə olmuşdu? Promo yüzümə sürtməməliydim qızlar. Ağlımdan çıxdı.
Əlimə sürtməliydim, daha sonra özümə sürtməliydim. Siz mənim kimi eləməyin. Birinci əlivizə, sonra bundan götürməliydim. Oy, nəyə oxşadım mən? Bayram yumurtasına oxşadım. Neylədim? Başım qarışdı. Neysə, siz mənim kimi bayram yumurtasına oxşamayın, çox oldu. Amma bu məncə gedəcək, bu belə qalmaz. Gəlin, indi tartın, məndə 2 dənə rəngi var. Bunları vlogda bölüşmüşdüm, səhv etmirəmsə. İndi bu konsealerlardan istifadə edəcəm, qaçışdıracağım, gözümün altına vuracağım. Biraz bura ön hissəyə bu tüpdən, çünki gözümün altı mənim qaradır. Bu uc hissələrdə də açıq rəngdən istifadə elədim. Çökək dediyi göz altlarımın biri bir-birindən fərqlidir və üzümdə asimetriya yaradır o. Bu məni narahat edir, amma neyim olar, biz də belə yaradılmışıq. Burun əməliyyatından sonra burnum da əyildi. O da üzümə təsir edir. İstərsiniz asimetriya yaradır. Biraz belə edeyim. Bu gözümün altında damar var. O damar gözümü belə batıq hiss elətdirir, yılğın hiss elətdirir. Göz otlarına otuzurum. Və bunu konsealer gözümün altına dolmamış edirəm ki, qırış-qırış görüntü alınmasın. İnşallah ki, istədiyimizə nail olarıq. Baxıram kameramı necə qoymuşam. Yine telefonum əyri görsənir, amma inşallah bu dəfə yaxşı olar. İnşallah indi üzümü daha yaxşı görərsiniz. Deməli, mən indi Too Faced'in belə bir göz paleti var. Onunla açıq rəngdən istifadə edəcəm. Ön hissələrimi aydınlatmaq üçün. İstəyirəm ki, gözlərimi çəkik eləyim linerdə. İnşallah alındıra bilərəm. Bu hissəni mənim başda aydınlatmaq istəyirəm. Qutardım, necə qutardım? Gözümün içinə qara elədim və liner çəkdim. Liner istədiyim kimi olmadı. Amma məcbur, yəni indi əlimdən bu gəlir. Bundan başqa şey edə bilmirəm, fırçam olmadığı üçün. İndi də tuş vuracağım. Bu da Faberlic'dən 2XL olan tuşudur. Bundan da 2 qat vururum. Əgər gördüm ki, xoşuma gəlmir, kibrit qoyacağım. Baxacağım. Əslində kibriti qoymaq istəmirəm. Gözlərim yorulur onda. Baxaq görək bu tuşla necə olur. Axırda da zəri vuraram. Bu gözündə vurum. Sizə də göstərim. Həqiqətən 2XL dediyi kimi var məncə. Əslində mən kipriklər uzundur, amma həcmi yoxdur. Bu əsas uzatmaq üçündür. Amma necə pis həcmi vermədim. Yaxşıdır. İndi bu birinci qatdır. Bu quruyandan sonra ikinci qatı da vuracağım. Onda görək necə olacaq. İndi keçək qalan üz makyajını sağlayacağız. İşte bura vuraq. Bu da Charlotte'dandır. Biraz üzümüzə rəng qataq. Biraz boynuma da vuracağım. Çünki tamam krem biraz mənə tündür rəngi. Çünki mən zaqar ala bilmirəm. Rəngim çox açıqdır. Doyacağım, uçup gedəcək. Mən üzümdən makyajı çəkən üstü. Bir də bunun üstünə də vuracağım. Belə qızarıq, utancaq qız kimi olsun deyə. Bu güzgü də başqa cür görürəm. Bu güzgü də başqa cür. Çox maraqlıdır. Highlighter olaraq isə bir bu MAC-ın ki, çox yaxşıdır qızlar. Bir də Becca'nın kiçik məndə aydınlatıcısı var. Bunlar ikisi superdir. İndi amma bilmirəm. Bu qızılı işıltılıdır. Bəlkə bundan vurum bir dəfə. Çünki qızılı aksesuarlardan da istifadə edəcəm. Ay, gözümdə axı mən açıqdan istifadə edəcəm. Açıq sarı deyim. Aha, bu da qırılır. Makyaj məhsullarının hamısı qırılır. Əslində sizin üçün bir qəşəng video çəkmişdim. Amma təəssüflər olsun ki, o video necə silinib bilmirəm. Makyaj məhsulları ilə bağlı çəkmişdim. Çox məhsulum atmışdım, çıxartmışdım. Verdiklərim də oldu. Amma o video getdi qızlar. Onu paylaşa bilmirəm ona görə. Silindi. Necə oldu heç özüm də bilmirəm. Çox qəşəng videoydu amma o video alınmadı. Neysə, indi bunu da biraz istifadə edəndən sonra tutulayacağım. Çünki hər yeri qopup dökülür. Elə bunu test istifadə edeyim. Sonra atımı qapım. Biraz burnumun bu hissəsini ucuna vuracağım. Biraz çənəmə. Çox azca. Və biraz da alnıma bu hissəsini. İndi bayaqki fırçamla, o hara getdi fırçam. Buydu. Bununla biraz göz bura hissələrimə, pınarlarıma, göz. Nə deyirlər? Bu hissəsini biraz gözümün aydınlatıram. Highlighterla açıq tonlu olduğu üçün daha açıq, işıltılı görsənməsi üçün belə edirəm. Məncə indi gözlərim daha yaxşı oldu. Necə yaxşı olur? Biraz əlimlə. Əllə eləyəndə daha yaxşı olur. Bunu görəyəm.
İndi əlimlə biraz da zərb qoyacağım. Bu da inqulotdan qısa düzəldə. Şu inqulotun məhsulları yaxşı olur. Hər məhsulunu deyə bilmərəm, amma bu göz məhsulları qəşəng çıxır. Bye bye. Var olasınız deyirəm. Nazbəri xanımı da ürəkdən alqışlayırıq. Və sözü ötürürəm. Nazbəri xanım, sizə buyurun. Hərəmin vaxtına bir gözəl düşdü. Nazəndə sevgilim yadıma düşdü. Nazəndə sevgilim yadıma düşdü. Ağda kuzum eləsə, bil ki o mənim sensin. Gel benim, gel benim, gel gel bağlasın ucağına. Mən evə gəldim, çox şey çəkə bilmədim. Evdən çıxanda da çəkə bilmədim. Çünki tələsirdim. Tez basar makyajımı elədim. Saçımı istədiyim kimi eləyə bilmədim. Nə özümü çəkə bildim. Bu video belə olsun. İnşallah gələcək toya getdiyim videolarda daha yaxşı çəkiliş edə bilərəm. Hamı makyajımı bəyəndi. Görən hamı makyajımı deyirdi ki, yaxşı olub, qəşəng olub, yəni yaraşıb mənə. Sizə də belə yaxından yaxşı çəkə bilmədim, amma dediyim kimi başqa bir vaxt inşallah makyaj videosu çəkərik. Bu qədər. Hamının evində toy bayramı olsun, xeyirli işlər olsun, gözəl hadisələr baş versin inşallah. Yaxşı baxın, növbəti vloglarda görüşmək üzrə. Kanala abunə olmağı və videomu bəyənməyi unutmayın.